Ramzayev Ələkbər. Hörmətli millət vəkilləri, hörmətli üzvləri, mən doğrusu bugün bu cəmaatın qabağında tanıram, xəcala çəkirəm. Ona görə ki, Respublikanın belə bir ağır vəziyyətində torpaqlarımızın 17% düşmən tapdağı altında olduğu bir vaxtda xalqın vəziyyətinin çox ağır, çətin bir vaxtında biz Respublika rəhbərliyinin başını qarışdırmışıq. Yolaş Əliyev, məlumatınız olsun ki, bizim bölgənin, yəni Lənkəran, Astara, Lerik, əgər nəzərə alsaq ki, əsas talışların yaşadığı rayonlar bunlardır. Çünki yoldaşların bəziləri çıxışlarında inkar edirlər ki, Cəllabad bilası var. Müəyyən mənada düz deyirlər, orada demək istəyirlər ki, talışlar yoxdur, müəyyən mənada düzdür. Əgər nəzərə alsaq ki, əsas talışları bizim Astara, Lənkəran, Lerik rayonlarındadır, mən sizi inandırım ki, bu cəmaatın 99% bu məsələyə mənfi münasibət bəsləyir, ümumiyyətlə bunu rədd edirlər. Çünki biz burada bir əsas gördük, bunun bir mahiyyətini başa düşmürük ki, bunun heç bir əsası yoxdur, nə siyasi, nə iqtisadi və s. Sizin bugünkü verdiyiniz məlumat mənə aydın olmayan, bugünə kimi mənə aydın olmayan bir sıra suallara cavab verdi. Mən cavab tapdım bu sizin məlumatınızda. Çünki bizə cəmaat yerlərdə çoxlu suallar verirlər ki, bəs nə üçün indiyə qədər, ay yarım, 2 ay bu proseslər gedir, qanunsuzluqlar davam edir, özbaşınalıq var, adamlar təhqir olunur, tutulur və ilaxır, amma yoldaş Əliyev buna əhəmiyyət vermir. Məsələn, mənə dəfələrlə bu sualı veriblər, lakin mən bu suala cavab verə bilməmişəm. Mən özüm də təəccüb edirdim ki, nətər ola bilər Azərbaycanda, keçmiş ittifaqda, nəinki keçmiş dünyada görkəmli bir siyasi xadim kimi, ictimai xadim kimi, siyasatçı kimi məşhur olan bir adam bu məsələyə münasibət bildirilmir. Amma əsl həqiqətə elə deyilmiş. Bugün mənə aydın oldu ki, siz bu məsələlərlə məşğul olursunuz, və də çox ciddi məşğul olursunuz, bunu ailəti yoldaşlarına məsləhətləşirsiniz, göstəriş verirsiniz və bugün bu mənə ancaq məlum oldu. İstəmirsiniz ki, bu məsələni çox ağıllı yolla hərəkət edərsiniz, ağıllı yolla bunu yerli cəmaatının, ağsaqqalların köməyi ilə istəmirsiniz ki, bu həll olunsun, lakin məlum olub ki, indi bu çox arzu edilməz bir vəziyyət alınıb, ərazidə, bölgədə bu günü-gündən genişlənir, çətinləşir və istər-istəməz biz bugün bölgənin deputatları, bu zonanın hər bir vətəndaşı buna öz münasibətini bildirməlidir. Bizə gəldikdə, şəxsən mənə gəldikdə, bir deputat ki, mən buna münasibətim çox pisdir, bunu qəbul eləmirəm və bunu rədd edirəm. Və bugün sizin məlumatınızdan hər şey bizə aydın oldu və məlum oldu ki, doğrudan da bu məsələlər kənardan idarə olunur, kənardan təşkil olunur, tamam başqa məsələlərdir. Çünki bunlar bilirlər ki, Respublikanı yalnız siz vəziyyətdən çıxarda biləcəksiniz, bütün Azərbaycan xalqının fikri belədir, lakin müəyyən adamlar üçün bu sərf eləmir. Onlar Bilmən, Naxçıvanda, Qarabağda da məlum hadisələr baş verir, indəki cənubda bu hadisələri qızışdırsınlar və nəhayət baxdınız, gördünüz, Heydər Əliyev də bu vəziyyətdən Respublikanı çıxarda bilmədi. Və biz bütün cənub rayonlarının deputatları, cənub rayonun cəmaatı sizin ətrafınızda birləşirik və bu problemlərin həllində sizə kömək etməyə hazırıq. O ki, qaldı yoldaşların bəziləri bir sıra məsələlər qaldırırlar ki, bölgənin problemləri, ya dəniz məsələsi, bilmirəm, dəniz sahili yürü aparır, bilmirəm, adamlar vəzifədən çıxarılır, bilmirəm, nə olur. Bunlar çox xırda məsələlərdir, həqiqətdir bunlar. Lakin bunlar, mən elə başa düşürəm, bunlar xırda həqiqətlərdir. Bu dəqiqə böyük məqsəd Azərbaycanın bütövlüyü, Azərbaycanın vahid torpaqlarının azad edilməsidir. Mən elə başa düşürəm ki, o xırda həqiqətləri hələlik böyük məqsədlərə qurban vermək olar və verilməlidir. Buna heç bir əsası yoxdur və bu əsas ola bilməz. Və ona görə də mənim münasibətim belədir ki, bu məsələlər
bu cəmaatın, seçicilərin təklifini mən sizə deyirəm, tələbini deyirəm ki, bu məsələlər çox vaxt itirmədən konkret olaraq buna bugün siyasi qiymət verilməlidir. Adamlar öz layiqli cəzalarına çatmalıdır, kim ki bu işləri təşkil edib və biz sizin ətrafınızda birləşməliyik və Azərbaycanı bu çətin, bu ağır vəziyyətdən çıxartmalıyıq. Ədalət Hüseynov. Hörmətli Heydər Əliyev, hörmətli məclis iştirakçıları. Mən çox heyfsilənirəm ki, bu yaxınlarda keçirilən görüşdə iştirak eləməmişəm. Yəni Cənub rayonlarından olan deputatlarla, digər şəxslərlə ona görə o mənə çatdırılmamışdır. Bu gün çıxışımda mən bir neçə məsələlərə toxunmaq istəyirəm. Qabaqcadan demək istəyirəm ki, mən 1990-cı il mart ayının 8-dən 1993-cü il iyul ayının 29-una qədər Milli Təhlükəsizlik Nazirliyi Lənkəran şöbəsi rəisi olmuşdur. İyul ayında da çıxmışam ki, pensiya səhətimə görə məndə deməli xroniki qastrit var. Heydər Əliyev sual verdi Müdafiə Nazirliyinin nümayəndəsinə ki, haradan Əlikram Hümbətovun batalyonu olur? Haradan bu silahlar əldə olunur? İndi həmin sənədlər mənim əlimdə yoxdur. Ona görə mən onların tarixlərində çaşa bilərəm. Qabaqcadan üzr istəyirəm. Yadda saxlasınlar, tapsınlar. Bu çox lazımlı faktlardır. Deməli, o vaxtı var idi Müdafiə Şurası. Belə bir məlumat gəldi ki, Müdafiə Şurasında, Respublika Müdafiə Şurasında, onda Mütəllibov prezident idi, məktub gələcək Lənkərana ki, Lənkəranda batalyon Samabaron yaranacaq. Və bir neçə gün keçəndən sonra belə bir məktub gəldi icra hakimiyyətinə. İndi bilmirəm, o məktub orada qalıb, qalmayıb, mən işləmirəm, pensiyadayım, xəbərim də yoxdur. Əgər saxlayıblarsa, Heydər Əliyevin sualına yaxşı cavabdır bu. Yazılmışdı, nə bilim, təşkil olunsun, aşağıda komitetin, deməli, şuranın sədri ya prezident Mütəllibov. Amma qol onun deyil. Bu proseslərlə biz də məşğul olub, bu nə məsələdir, mən rəhbərliyə müraciət elədim ki, bilək də bu teritoriyada Sovet ordusu da var, bir yandan da belə bir şey yarandı. Deməli, bizim rəhbəri Mütəllibovla danışdı. Mütəllibov dedi, mən bilmirəm. Biz dəfələrlə, mən şəxsən dəfələrlə narahat edici məsələ idi. Məşğul olurdum ki, bunu hökmən öyrənək ki, bu nə məsələdir. Yenə də Mütəllibova müraciət olundu bizim rəhbərlik tərəfindən və belə bir axırda qısası sizə deyim, vaxtınızı almayayım. O məktuba qol çəkmişdi Araz Əlizadə. İndi hansı partiyanın rəhbəridir, nə bilim nədir, ötən şeylərdir. Yaxşı olardı, yoldaşlar məşğul olsunlar, əgər lazımdırsa. Mütəllibov yazılıb, amma qol çəkmişdi Araz Əlizadə. Bu oldu batalyon Samabaronu. Bunu bəlkə də bu günlər üçün saxlamışmışlar. Bu batalyon Samabaronu yarada bəlkə bir xeyli müddətdən sonra bu lazım olar. Bu Ministerstvo Obrony tərəfindən bu qanunlaşdırıldı. Qanunlaşdırıldı. Əlikrama batalyonla deməli o oldu komandir. Bir müddətdən sonra məktub alındı ki, bu oldu polkovnik və s. Mən demək istəyirəm ki, o vaxtı Əlikram Hümbətov heç bir Talış, Muğan Respublikası Azərbaycanın daxilində və kənar, yəni Samaslayasında belə bir respublikanın yaranması haqqında heç bir söz demirdi.
bu adamın dilinə düşüb yaxınlardan. Bu həmişə ona qarşı çıxırdı. Hətta bir dəfə, yəqin də Əlikrəm Ümmətov özü də qulaq asır. Bilirsiniz, bizim orqanların və sair orqanların əsas məqsədi bu olmalıdır ki, qabaqcadan profilaktik tədbirlər göstərməlidir ki, hadisə olmasın. Mən işlədiyim müddətdə də çalışırdım ki, geniş profilaktik tədbirlər keçirdək və hadisələr olmasın. Ona görə də bizim Əlikrəm Ümmətovla necə deyərlər, münasibətlərimiz elə qurulurdu ki, onun tərəfindən, batalyonun tərəfindən hadisələr olmasın. Bir dəfə özü şəxsən mənə dedi ki, mən eşitmişəm, Astaranın icra hakimiyyətinin başçısı Məmməd Əsiyarov, o da Lerişdəndir, Əlikrəm Ümmətov da Lerişdədir, belə bir məsələni qaldırır. Talış Respublikası. Mən gedib onunla danışacağım, bu düzgün deyil və s. və s. Əlikrəm özü bunun qarşısını alır. Hörmətli Ədalət Hüseynov, bu tarixi danışmağa bizim vaxtımız yoxdur. Siz bu məsələyə münasibətinizi bildirin, qiymət verin. Yoxsa hava o sizə nə dedi, hava sizə nə dedi, belə olsa bir gəlib bir saatda gözləyək ki, siz gəlib mətləbə cadasınız. Münasibətinizi bildirin. Münasibətim çox pis. Xüsusilə onun qeyri-qanunlu hərəkətləri, deməli, orqanlara qarşı müqavimət göstərməyi. Xüsusilə mən yaxşı tanıyıram, elin obanın da hörməti var, Astaran milis rəisinin tutulması məni çox hiddətləndirir və bu cinayət hərəkətlərinin qarşısı alınmalıdır və layihəli cəzalar verilməlidir. Xanım Məmmədov, sabir bu. Hörmətli sədr, hörmətli məclis iştirakçıları, mən xeyli vaxtı mənə bir məsələ düşündürür və həmişə bir istəklə, arzu ilə istəmişəm bu tribunaya yaxınlaşam. Öz ürəyimdən keçənləri bura xalqa, öz xalqıma bu televiziya vasitəsindən də müraciət edəyəm. Ola bilsin məclisdə seçilmiş deputatlar arasında yaşca da kiçiklərindənəm və ürəyimdə belə bir hiss olub ki, nə olar Azərbaycanın dövlətçiliyi, onun bütövlüyü uğrunda bizim böyük, yaşlı nəsillərimiz bəzən öz şəxsi ambisiyalarına keçib, xalqımızın birliyi və düşdüyümüz bu ağır vəziyyətdən çıxmaq üçün yollar axtarıb birləşsinlər. İnanın bunu səmimiyyətlə deyirəm və həmişə də çalışmışam ki, istəmişəm daha doğrusu ki, fərdi adamlara yanaşam, vəzifədə oturanlara yanaşam, xahiş edirəm ki, gəlin bu vəzifələrdən hələlik müəyyən dövr gözlü çəkin, hamımız birləşən, ümumi problemimiz var, müharibə gedir, övladlarımız döyüşlərdə həlak olurlar, torpaqlarımız əldən gedir, namusumuz əldən gedir, vicdanımız ləkələnir, gəlin bu vəzifə davasını qoyaq sonraya. İnanın bunu, mən səmimiyyətlə deyirəm, bir Azərbaycanlı kim deyirəm. Və mən bilirsiniz ki, bu tribunada çox az hallarda çıxış eləmişəm, bir neçə dəfə bu seçildiyi müddətdə. Keçən dəfədə, 2 gün bundan əvvəl keçirilmiş müşavirədə də mən çıxış eləmişəm və Beləsvar cəmaatının adından onun Talış Muğan Respublikasının yaradılması haqqında fikrə öz münasibətini bildirmişəm. Və dünən də Sırağayında rayonunda olmuşam, o münasibətin mən müsbət hal kimi cəmaatın mənə zənglərindən, sonra şəxsi görüşlərimizdən aydın olub ki, o fikir bütün Beləsvarlar tərəfindən müdafiə olunur. Həyəcanlı günlər yaşayırıq, ağır günlərimizi keçiririk. Mən Beləsvar cəmaatının adına onu deyə bilərəm ki, Talış Muğan Respublikasının yaradılması Beləsvarlar tərəfindən bir mənalı rədd edilir, qəbul edilmir və xalqımız da bugünkü rəhbərliyin edərək, mənim şəxsən tərifləmə bəlkə də sizin ona ehtiyacınız yoxdur, amma siz bizim xalqımızın böyük oğlusunuz, sizin ətrafınızda xalqımız hamısı birləşməlidir, bu ağır vəziyyətdən çıxmalıyıq. Mən bu sözümü onunla yekunlaşdırıram ki, mən də özümü Beləsvar cəmaatına tuturam, orada müxtəlif rayonların nümayəndələri yaşayır, uzun illərdir, hamı bir-birindən doğma olub, doğmalaşıb, qohumlaşıb, bir-birindən, mən elə bir hesab edirəm ki, orada Cəllabadlı da var, Masaldan azdır, Lənkərandan da var, Lerik rayonundan da çoxlu adamlar var, yaşayırlar uzun illərdə, 53-cü ildən bəri. Hamı qaynayıb, qarışıb, doğmalaşıb. Mən üzümü bütün Beləsvarlara tutub deyirəm ki, Azərbaycan dövlətçiliyinin qorunub saxlanması üçün bugün Respublika rəhbərliyi ətrafında daha da sıx birləşməliyik. Kamran Rəhimov.
Hörmətli sədir, hörmətli millət vəkilləri. Doğrudan da bugün biz Respublikamız üçün, xalqımız üçün çox mürəkkəb şəraitdə bizə yad olan və heç birimizin gözləmədiyi bir məsələni müzakirə edirik. Əlbəttə, bu Muğan Talış Respublikası məsələsi yeni deyil. Bu hələ 1918-20-ci illərdə Azərbaycanın müstəqilliyinə qarşı yaradılmış, birinci dəfə yaradılmışdır. O vaxtda həmin Talış Muğan Respublikasını yaradanlar Azərbaycanı parçalamağı, onun müstəqilliyini ləğv etməyi və Azərbaycanı demək olar ki, başqalarının işğalı altına verməyi öz qarşılarına məqsəd qoymuşdular və indi də tarix demək olar ki, eyni ilə təkrar olunur. İndi də Talış Muğan Respublikasını yaradanlar, onlar heç də Respublikanın mənafeyindən çıxış eləmirlər. Xalqımızın mənafeyindən çıxış eləmirlər. İndi Respublikamız demək olar ki, ölüm dirim qarşısında durur. Ərazimiz işğal olunur. Belə bir şəraitdə Respublikanı parçalamaq Azərbaycan müstəqilliyinə xəyanət kimi qiymətləndirilməlidir. Və bunu mən belə qiymətləndirirəm. Bunun əsas səbəbləri aşağıdakılardır. Birinci, Ümmətov hələ vaxtı ilə, hamı burada oturanlar şahiddir ki, vaxtı ilə o orada dövlət çevriş eləmişdi. O vaxt dövlət çevriş edən vaxtı ona cavab verilmədi. Onun demək olar ki, güzəştə gedildi və o şirinlikləndirildi. İndi mən inanıram və görürəm ki, bu kimə isə lazımmış. Kimsə, hansı qüvvəsə ona güzəştə gedib ki, gələcəkdə ondan istifadə eləsin. Bugün Ümmətov özünün hərəkətləri ilə həmin 90-cı ildə olan, demək olar ki, qüvvələrə yaranmaq və onların ona etdiyi güzəştin əvəzini vermək üçün belə hərəkət atıbdır. Mən televizorda demək, müşavirənin bütün çıxışlarını diqqətlə izlədim. Qabaq da burada, Gəncə məsələsinin müzakirə olunanda da burada Ümmətov məsələsi barəsində burada demək söhbət qalxdı. Bizim Milli Məclisin üzvlərindən bəziləri çıxış edərək dedilər ki, Ümmətov xalqın qeyrətli oğludur, xalqın namuslu oğludur, onu müdafiə elədilər. Əgər o vaxt Lənkərandan olan, həmin zonadan olan o Milli Məclisin üzvləri həqiqəti olduğu kimi desəydilər, əlbəttə onda müəyyən tədbir görmək olardı. İndi görükür ki, onlar o vaxt düzgün deməyiblər və Milli Məclisin bütün üzvlərini tamamilə başqa səmdə yönədiblər. Mənə elə gəlir ki, həmin o vaxt Əl-Əkrəm Ümmətov xalqın qeyrətli oğlu kimi adlandıran adamlar yəqin ki, özləri indi öz sözlərini deyəcəklər. Bütün bunlarla əlaqədə olaraq mən bir sıra təkliflər irəli sürmək istəyirəm. Əlbəttə, Ümmətovun demək olar ki, hərəkətləri xalqımıza yabancıdır. O, Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə, xalqımızın bütövlüyünə yönəldilmiş bir cinayətdir. Bunu belə də eləmək lazımdır. Bizim Milli Məclisin qərarında göstərmək lazımdır. İkinci, mən istərdim ki, Milli Məclis belə bir qərar, həmin Talış Muğan Respublikasının qeyri-qanuni olduğu haqqında qərar qəbul eləsin. Ondan başqa Milli Məclis həmin, demək, uydurma... Biz elə bir respublikanı tanıya bilməli ki, onu da qeyri-qanuni hesab eləyək. Onlar öz başına işlər görürlər, biz onu qeyri-qanuni. Onların hərəkətlərini biz qeyri-qanuni hesab eləyək. Fitnəkarlıq kimi qiymətləndirilsin. Onların hərəkətlərinə qiymət verə bilər. Amma belə bir şey tanımamışıq ki, biz bunu qeyri-qanuni ya qanuni hesab eləyək. Burada səhv eləyirsiniz. Yox, o mənada deyirəm ki, yəni... Yox da mənası budur ki, bir balaca siz diqqət verin belə şeylər. Odur ki, yəni o, demək, bir fitnəkarlıq kimi qiymətləndirilməlidir və bunlar Milli Məclisin qərarında göstərilməlidir. Mən o müşavirədə, sizin yanınızda gedən müşavirədə akademik Cavadzadənin dediyi bir məsələ ilə çox şərikəm ki, orada dedi ki, o apensitdir, onu kəsib atmaq lazımdır. Və mənə elə gəlir ki, biz bu barədə qəddi adım atmalıyıq və Milli Məclis öz qəddi sözünü deməlidir. Çox sağ olun. Mən rica edərdim ki, məclis üzvləri, mən geniş təhlil verdim. Kimin burada nə günahın olduğu dedim. Əgər cürətləri varsa, münasibətləri bildirsin. Ya desinlər ki, Heydər Əliyev, sən düz demirsən, bu belə deyil. Ya da ki, bu deyilən sözlərdən yan keçməsinlər. Əgər cürətləri varsa.
Yok, cürətləri yoxsa desin ki, bizim cürətimiz çatmır danışmağa. Bizim başımıza döyüblər, döyəcəklər, bundan sonra da döyəcəklər. Şadman Hüseyin. Hörmətli millət vəkilləri, hörmətli qonaqlar. Ali Səhətin sədri hadisələrə geniş təhlil verdi. Onları burada bir daha təkrar etməyə heç bir ehtiyac yoxdur. Özü də düzgün qeyd elədi ki, hadisələrə qiymət vermək lazımdır. Mən şəxsən belə hesab edirəm ki, Ələkərəm Hümbətov və onun ətrafında toplaşanların hərəkəti Azərbaycana xəyanətdir, Azərbaycan xalqına xəyanətdir, Azərbaycan dövlətçiliyini parçalamağa yönəldilmiş bir işdir. Ona görə də Milli Məclis bu haqda öz qərarını çıxartmalıdır. Bugün burada qərar qəbul edilməlidir, həmin o siyasi qiymət də verilməlidir. Qaldı hüquqi tərəfi, Respublikanın hüquqşünasları burada iştirak edir. Onlar öz hüquqi qiymətlərini verməlidirlər. Və o qiymət verildikdən sonra hüquqşünaslar öz işlərini başlamalıdır. Çünki bu dərəcədə özbaşınalı Respublika davam edə bilməz. Müəyyən hadisə ilə bağlı bir həftədir mən Gəncədəyəm və demək olar ki, Azərbaycanın bütün bölgələrindən adamlarla mən görüşmüşəm, söhbətlərimiz olub. Hamı Respublikada gedən prosesləri izləyir, özbaşınalıqlara son qoyulmağını tələb edirlər. Ona görə də qəti addımlar atılmalıdır və Azərbaycanda sabitlik yaradılmalıdır. Son günlərdə Gəncədə şəxsən bir neçə ölüm hadisəsi olur. Odlu silahdan bir neçə vətəndaş qətlə yetirilir. Silahlar nəzarətdən tam çıxıbdır. Fövqəladə vəziyyət rejimi demək olar ki, gözlənilir. Əgər gözlənilsə, yenə qədər o silahlar yığılardı. Heç olmasa onun müəyyən qismi yığılardı. Halbuki bu da edilməyib. Ona görə də bugünkü Milli Məclis həm təkrar deyirəm, Ələkərəm Hümbətov və onun silahdaşlarının hərəkətinə, həm də ki, Respublikada gedən özbaşınalığa qiymət verməlidir. Mən deyəcəyim bu qədər. Mən qiymətli bir də təkrar deyirəm, Azərbaycan xalqına, Azərbaycana xəyanət kimi qiymətləndirirəm. Bizim millət vəkili Rəhim Qaziyevin bugünkü buradakı hərəkəti düzgün hərəkət deyil. Heydər Əliyev Respublikanın ali səhətinin sədri olmaqdan başqa Respublikanın ağsaqqalıdır. Biz də ağsaqqala hörmət qoymağı başarmalıyıq. Arif Rəhimzadə. Heydər Əliyev, birincisi mən sizə öz minnətdarlığımı bildirmək istəyirəm ki, nəhayət uzun dövr ərzində birinci dəfən olaraq burada bu zalda açıq hadisələr şərh olundu və hadisələr haqqında konkret söz deyildi. İndiyənə görə çox əfsuslar olsun ki, bizim rəhbərlər həmişə vəd verirdilər ki, mən bu məsələni bilirəm, mən bu məsələni açacam, vaxt gəlsin deyəcəm. Və elə onun nəticəsidir ki, heç kəs özlərinə məsuliyyət götürmək istəmirdi. Sözü açıq demək istəməyi nəticəsində belə bir xaos vəziyyəti yaranıbdır. O gün qaldı siyasi qiymət məsələsi. Mən hesab edirəm ki, Ələkərəm Hümmətovun bu hərəkətlərinə heç bir nə iqtisadi, nə etnik, nə bir siyasi əsas yoxdur. Bu sadəcə olaraq aranı qarışdırmaq və bunun nəticəsində bəhrələnmək niyyətini güdən bir hərəkətdir. Ancaq bu günləri biz Ələkərəm Hümmətovun hərəkətlərini, onun o hərəkətlərin müəllifi hesab eləsək, böyük səhifə yol verərdik. Ələkərəm Hümmətov bu oyunda yalnız icraçıdır. Onun bir elə intellektual səviyyəsi də yoxdur, ağlı da yoxdur ki, bu məsələləri fikirləşsin. O kənardan istiqamətləndirilən, kənardan yönəldilən bir adamdır və biz birinci növbədə əlbəttə gərək buna da qiymət verək. Burada əlbəttə müəyyən adamlar var ki, bu məsələdən istifadə edib, öz mövqeyini möhkəmləndirmək, müəyyən qədər, vəzifədən çıxmaq təhlükəsi qarşısında duran adamlar vəzifədə özlərini saxlamaq, ancaq əsas bu deyil. Bu daha yüksək səviyyədə
idarə olunan bir prosesdir. Və biz bu günləri bunu açmasaq, əlbəttə mən hesab edirəm ki, bugünkü söhbətlərin bir elə faydası olmayacaqdır. Burada Rəhim Qaziyevin hərəkətləri haqqında danışıldı. Mən açıq deməliyəm ki, Rəhim Qaziyevin xatası yalnız bu məsələ olsaydı, bəlkə də ona bunu bağışlamaq olardı. Rəhim Qaziyev bütün respublikada belə hərci-mərcilik yaratmaq niyyətindədir. Goranboy rayonunda quşçuluq kompleksi var. Orada yığılan adamlar daimi bununla əlaqə saxlayırlar. Hansı telefonla zəng edirlər, hətta o da aydındır. Rəhim Qaziyevin əli hətta gedir Qusar rayonuna da çıxır. Orada da bu məsələlərə bu istiqamət verir. Və mən hesab edirəm ki, belə bir adamın Milli Məclisin tərkibində qalması böyük bir təhqirdir Milli Məclisə. Azərbaycan xalqına təhqirdir. Onun hərəkətləri ilə əlaqədar mən hesab edirəm bu günləri bizim prokuratura ona qarşı cinayət işi qaldırasıdır və bizim deputatlar, məclis qərar çıxardasıdır ki, o deputatlıq imtiyazlarından, səlahiyyətlərindən demək azad olunsun. Mən xahiş edirəm bu məsələni lazımsa da o qərara daxil eləyəsiniz. Burada indi məsələnin həlli yolları. Biz hamımız deyirik ki, bu məsələni həll eləmək lazımdır. Ancaq bunun həlli yolları yəqin ki, müəyyən mübahisələr doğura bilər. Əlbəttə, hərbi yolla yəqin ki, bu işə getmək olmaz. Ancaq digər tərəfdən də biz görürük ki, bunu tumarlamaqla, bunu dilə tutmaqla, buna izah eləməklə biz bu məsələlərə nail ola bilməyəcəyik. Bunun qanunsuz hərəkətləri vaxtında qarşısına hədd qoyulsaydı, ona hüquqi qiymət verilsəydi, indi o bu həddə gəlib çatmazdı. Məlumdur ki, Əlişiram Hümmətovun təqsiri üzündən Azərbaycan 10-12 kimi vətəndaşı ölübdür. Nəyə görə bu adam ondan sonra azadlığa buraxıldı? Bu gəlib hətta dövlət strukturalarında, Müdafiə Nazirliyində yüksək bir vəzifə sahibi oldu. İndiki hərəkətlərində də onun cinayət tərkibi var. Odur ki, bu məsələ ətrafında gərək ciddi bizim inzibati orqanlarımız, prokuratura öz sözünü desin. İkinci tərəfdən, ona havadarlıq eləyən qüvvələr qısa müddətdə gərək bunların arasına hədd qoyulsun. O havadarlıq eləyən qüvvələr bundan uzaqlaşdırılsın. Hansı yolla, necə, onu fikirləşmək lazımdır. Və eyni zamanda görükür, digər məsələlərdə, digər tədbirlərdə görüləsidir ki, həqiqətən bu tədbirlər belə qətiyyətli olsun və indiyənə kimi onu demək, izah eləmək, təbliğ eləmək söhbətindən biz gərək tamamilə kənarlaşasıyıq. Beləliklə mən hesab edirəm ki, bu hadisə Lənkəran bölməsində, Lənkəran-Astara bölməsində olan məsələlərə son qoymaq lazımdır. Son vaxtlar Əlişiram Qumbatovun iştahı daha da artıqdır. Hətta belə məlumat var ki, o Salyan tərəfə hərəkət eləmək istəyir. Buna heç bir cürə yol vermək olmaz. Bunun qabağından qaçdıqca bu adam daha da azğınlaşır. Ümumiyyətlə tək bu yox, elə ona havadarlıq eləyən adamlarda. Odur ki, mən xahiş edirəm, bugünkü qərarımızda, Milli Məclisin qərarında bu məsələlər mütləq gərək öz əksini tapsın. Sağ olun. Məclis üzvü Hacı Baba Əzimov. Hörmətli sədarət, hörmətli millət vəkilləri, həqiqətən xalqımız, respublikamız çox ağır günlər keçirir və çox təəssüf ki, bu ağır günlər kənarda, respublikadan kənarda yazılmış dram senariləri, faciə senariləri ilə idarə olunur. 2 ay bundan qabaq xatırladıram, Komsomolskaya Pravda qəzetində belə bir məqalə vermişdi başlıq ki, Azərbaycan teatrının dramı, onun yeni səhifələri.
Təəssüf ki, bu günləri daha bir yeni dramın, faciəni, bir hadisənin biz bu günləri müzakirə etməli oluruq. Və əlbəttə, bütün bu faciəli hadisələrdə əsas xalq kütlələri, zəhmət adamları əziyyət çəkir. Amma bu faciəli dramların müəllifləri hakimiyyətə yələnmək istəyən müəyyən qrup, mənsəbpərəstlər, şöhrətpərəstlər, firavan yaşamaq həvəsində olanlar və hökmranlıq etmək istəyənlərdir. Çox təəssüf ki, bu adamlar indi də bizim Azərbaycanın gözəl güşəsi, Cənub Mirvarisi adlanan Lənkəran bölgəsində belə bir siyasi oyunbazlıqla məşğul olurlar və bu əhalinin, xüsusən Talış xalqının adını bədnamlığa çıxarmaq istəyirlər, onun adına ləkə vurmaq istəyirlər və burada belə bir ifadə də işləndi, Lənkəran məsələsi. Əslində bu Lənkəran məsələsi deyil, nə də Talış məsələsi deyil, xaricdə, Azərbaycandan xaricdə hazırlanan planların bir hissəsidir və faciə də bundadır. Biz bunu görməliyik. Mən tam məsuliyyətlə deyirəm və bunu bilirəm ki, Lənkəran Astara bölgəsinin əhalisi, o cümlədən Talış xalqı belə bir oyunu, Talış Muğan Muxtar Respublikası yaradılması fikrini qətiyyətlə rədd edir, tamamilə bunun əleyhinədir və o əhali bütün qəlbi ilə özünü Azərbaycan xalqının bir hissəsi, Azərbaycan torpağının bir hissəsi o ərazidə özünü hiss eləyir və necə əvvəllər olduğu kimi indi də ancaq Azərbaycanla, bütün Azərbaycanla, Azərbaycan xalqı ilə birlikdə nəfəs alır. Və mən belə hesab eləyirəm ki, müəyyən adamların haradasa burada yerli əhaliyə müəyyən qədər nəsə belə bir irad tutmasına heç bir ehtiyac yoxdur. Olsa bu yerli əhali içərisində ancaq müəyyən sadəlöv adamlar tək-tək və yaxud da yenə də vəzifə tutmaq, hansısa mənsəbə çatmaq istəyən tək-tək şəxslər bu işdə əlləri var, bu işdə iştirak edirlər. Amma bunu əhalinin adına qətiyyən çıxmaq olmaz. Və mən bunun şəxsən şahidiyəm və deyə bilərəm ki, hələm 4 iyulda güya Cənub bölgəsinin problemlərini həll etmək üçün Lənkəran icra hakimiyyətində müşavirəyə çağrılan deputatlar ki, çağrılmışdı, orada müşavirə keçirilməliydi. Həmin vaxtı Lənkəranda fəaliyyət göstərən siyasi partiyalar, siyasi parti təşkilatları, ictimai təşkilatlar ayrıca yığışdılar, həmin müşavirəyə getmədilər və orada belə bir hərəkətin, yəni Talış Muğan Respublikası yaratmaq fikrinin tamamilə bu bölgənin əhalisinin, Talış xalqının adına ləkə gətirdiyi haqqında bəyanat qəbul etdilər və onu mətbuatda da dərc etdilər. Mən demək istəyirəm ki, bu hərəkətlər, yəni hər hansı bir qondarma, Talış, Muğan, indi Muxtar sözü də əlavə olunub, Respublikasının yaradılması kimi cəfəngiyyatın ortaya atılması ancaq Azərbaycan xalqının parçalamaq, Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmaq cəhdlərindən başqa bir şey deyil və biz bütün Lənkəranlılar, bütün o bölgədən olan ziyalılar, o cümlədən deputatlar, hamımız və burada oturanlar mən elə bilirəm ki, hamısı, hər bir vicdanlı Azərbaycanlı belə hesab eləyir ki, buna biz yol verə bilmərik və bunun qarşısını bütün qüvvələrimizi birləşdirməklə, birgə səylərlə almalıyıq və bunun üçün də əlbəttə birinci növbədə Respublika rəhbərliyinə, Respublika hökumətinə kömək eləməliyik və yenə də deyirəm, qoy o mənsəbə çatmaq üçün, hakimiyyətə çatmaq üçün bu oyunbazlıqla məşğul olanlar bir daha ayılsınlar, başa düşsünlər ki, Azərbaycanın bu ağır günündə, vətənin bu dərdli günündə, millətin gözəl övladlarının şəhid olduğu, minlərlə adamların qırıldığı, 100 minlərlə adamların qaçqın düşdüyü bir vaxtda öz bu bədnam hərəkətlərindən, bu fitnəkar hərəkətlərindən əl çəkməlidirlər. Çünki onların özləri heç, onların balaları var, onların bəlkə də nəvələri var və onlar bunları nəzərə almalıdırlar. Və bir də deyim ki, onlar nəzərə almalıdırlar ki, doğrudan da tarix heç nəyi unutmur və heç nəyi də bağışlamır.
və bu mütləq xalq bunun, yəni bu hadisələri törədənlərin cəzasını verəcək, onların qiymətini deyəcək. Nə qədər gec deyil, onlar bu əməllərindən əl çəksinlər və mən hesab edirəm ki, Milli Məclis bu işdə düzgün siyasi qiymət verməklə bu hərəkətlərə və həmin adamların özünə də və bütün xalqa kömək etmiş olacaq. Sağ olun. Hacı müəllim, siz ziyalı adamsınız. Mən sizə müraciət edərək bir kəlmə söz demək istəyirəm. Tarixi biz yazırıq. Bugün. Tarix bundan sonra qiymət verməməlidir. Bugün qiymət verməliyik. Bugün sözümüzü deməliyik. Siz oradan məclisin üzvüsünüz. Sizin gözünüzün qabağında olubdu orada. Şimdi bunun kim nətər dedi, nə cür dedi. Amma bir dənə kəskin söz sizdən eşitmirəm. Bu cinayətdir. Bu Azərbaycan xalqına xəyanətdir. Xəyanət edənlər də mən dedim. Ələkrəm Hümmətov, Rəhim Qaziyev və başqaları. Amma siz deyirsiniz ki, tarix gərək buna qiymət versin. Siz alim adamsınız. İki kəlmə deyin, qiymətiniz nədən ibarətdir? O yana fırlayırsınız, bu yana fırlayırsınız. Elə fırlamaqla da yaşamısınız. Bəsdir. Yox, bəsdir. Bəsdir də deyəcəydiniz, deyin də. Axı, mən sizi bir 10 dəqiqədə eşidirəm, siz elə o yana fırlayırsınız, buraya yapırsınız. Filan kəs belə gəldi, biz o fıraqda belə düşünürdük, belə düşünürdük. Mən sizə açıq deyirəm ki, bunu ordu parçalanıbdır. Respublikanı parçalayırlar. Bunu parçalayanlar bunlardır. Mən Rəhim Qaziyevin bütün günahlarını burada dedim. Siz durun deyin ki, mən düz demirəm. Mən sizə konkret faktlar deyirəm. Bəsdir. Siz qutardınız da ona görə mən ikincidən söz verməyəcəm sizə. Asiya Manapova, buyursun. Müzakirə olunan məsələyə mən biyanə qala bilmərəm. Birinci ona görə ki, mən Masallı rayon Xalq Deputatları Sovetinin sədri işləmişəm. O regionla əlaqəm kəsilməyibdir. O cəmaatın qayğılarına bələdəm, o cəmaatın xasiyyətinə bələdəm. Təəssüflər olsun ki, bugün burada müzakirə olunan bu məsələ barədə mənə Masallıdan onlarla yoldaş müraciət edib, mənimlə gəlib görüşüblər. Xahiş ediblər ki, bugünkü Milli Məclisdə mən onların sözlərini burada iştirak edən yoldaşlara çatdıram. Bu məsələ ilə əlaqədar 4 dəfə çalışıblar ki, rayon sovetinin sesiyası keçirilsin. Və 3 dəfə bu baş tutmayıbdır. Silahlı şəxslərin köməyi ilə 4-cü dəfə sesiyə yığışıb, rayon sovetinin deputatları bildiriblər, bu məsələyə etirazını bildiriblər və deyiblər ki, belə bir respublikanı tanımırıq, tanıya da bilmərik. Biz heç vaxt da Azərbaycan xalqından ayrılmamışıq və ayrılmaq fikrində də deyilik. Təəssüflər olsun ki, bu məsələdən yalnız rayonda yaşayanlar yox, respublikanın digər regionlarından, xüsusilə mərkəzdən müdaxilə edilir və onların fikridir ki, orada belə bir, necə deyərlər, respublika yaratsınlar. Bir daha Heydər Əliyevin çıxışında da bu deyilənləri, necə deyərlər, əksini mən burada eşitdim. Məni bir şey təəssüfləndirir. Məyər bu günləri Azərbaycan xalqını düşündürmürmü ki, Füzuli məsələsinə baxılmalıdır məclisdə, yaxud da Ağdam məsələsinə baxılmalıdır. Amma biz Talış Muğan Respublikası məsələsini müzakirə edirik. Və hər bir məsələnin üstündən biz vaz keçdiyimiz üçün üzr istəyirəm, belə söz ifadə işlədirəm. Bugün bu məsələlərin boynunda çabalayırıq. Necə ola bilər ki, Ələkrəm orada ordu yıxsın, qanunsuz hərəkət eləsin, cinayət etsin. Buna da biz necə deyərlər, kənardan baxaq. Kimliyindən asılı olmayaraq, tutduğu vəzifəsindən asılı olmayaraq, o Ələkrəmmi olur, o Rəhim Qaziyevmi olur, o digər rəhbər işçilərmi olur. Mənə elə gəlir ki, onların haqqında qəti tədbir görülməlidir. Onlar cinayət məsuliyyətinə cəlb edilməlidir. Cavab verməlidir xalqın qarşısında. O səviyyədə cavab verilməlidir ki, bu, necə deyərlər, üzr istəyirəm, xolera o bir regionlara da yayılmasın. Və bunun qarşısını biz vaxtında
lazımı səviyyədə almalıyıq. Mən o sessiyalarda iştirak eləmişdim. Rəhim Qazi birinci əl qaldırırdı ki, Mütəllibov getsin. Yaxşı, Mütəllibov getdi. Mütəllibov hindi qaytarmağa niyə çalışırsınız axı? Bəs bunu nə ilə izah eləyək? Bu mudur bizim hörmətimiz, izzətimiz? Hər halda danışanda mənə belə gəlir ki, etiqanı gözləmək lazımdır. Bunu bütün cəmaat eşidir. Bütün necə xalq buna fikir verir. Ayıb deyilmi bizim üçün? Azərbaycanın yaxşı bir misalı var. Deyir, hörmət olmayan yerdə də bir bərəkət də olmaz. Ona görə Allah bizim bərəkətimizi də əlindən alıbdır. Biz bugünə, mənə elə gəlir ki, bu məsələlərlə əlaqədar çox ciddi yanaşmalıyıq. Ona siyasi qiymət verməliyik. Adları çəkilən yoldaşların cinayət xarakterinə görə onlar məsuliyyət daşımalıdırlar və bugünkü Milli Məclisdə həmən yoldaş mən onlara deyə bilmərəm, onlar necə deyərlər, qəti olaraq cavab da verməlidirlər. Çox sağ olun. Neymət Pənahov. Hörmətli Heydər bəy, hörmətli millət vəkilləri, hörmətli Azərbaycan xalqı, hörmətli televiziya tamaşaçıları. Bu günləri həqiqətində Azərbaycanın ən ağır, ən dəhşətli bir dövrüdür ki, bu son sessiyalarda da bu müzakirələr bura açıq aydın görsənir. Son Lənkəran hadisələri ilə əlaqədar, Talış Muğan Respublikasının yaranması ilə əlaqədar burada istər Heydər Əliyev tərəfindən, istər həmin bölgədən gələn deputatlar tərəfindən, istərsə də yerli əhali tərəfindən məlumatlar verildi. Mən də bu hadisəyə münasibətimi bildirməyə bilməzdim. Çünki bu, bugünkü elan edilən Talış Muğan Respublikası bu günün məsələsi deyil. Heydər Əliyev çox düzgün toxundu məsələyə. Bu, Azərbaycanın xarici düşmənləri tərəfindən Azərbaycanı parçalamaq, Azərbaycanı unitar dövlətdən konfederativ dövlətə çevirmək, Azərbaycanı xarici düşmənlərin qarşısında diz çökütdürməklə istədikləri Azərbaycanı məhv etmək planlarını həyata keçirmək məqsədi güdür. Burada xarici düşməndən çox danışmağa ehtiyac yoxdur. Aydın məsələdir ki, xarici düşmən Ermənistan bu günləri açıqdan-açığa bizə müharibə elan edib və Ermənistan Daşnaqsun Partiyasının proqramında biz baxsaq 100 illərlə bu proqram nəzərdə tutulub və mən qayıdacam sadəcə olaraq son Azərbaycanda başlayan milli azadlıq mübarizəsi başlanan dövrdə bu hərəkətə yenidən meydana çıxmaq dövrünə. Yadınızdadırsa, Azərbaycan 88-ci ildə erməni təcavüzünə qarşı ümumi xalq mübarizəyə qalxanda nə Talış, nə Ləzgi, nə Tat, nə Kürd, nə Bakili, nə Şəkili söhbəti yox idi. Və Azərbaycanda yaşayan bütün xalqlar, bütün etnik qruplar bir dənə xarici düşmənə qarşı yumruq kimi birləşib amansız mübarizəyə qalmışdılar. Və dünənki televiziya çıxışımda mən deyəndə ki, mənim həyatımda ən böyük səhvim Azərbaycan Xalq Cəbhəsinin yaranmasına imkan verməyim və Azərbaycan Xalq Cəbhəsinin yaranmasında iştirak etməyimdir və bunu təsadüfən demirdim. Və həmin Talış Muğan Respublikası və Kürdistan ilk dəfə Azərbaycan Xalq Cəbhəsi tərəfindən 89-cu ildə Zərdiş Əlizadə, Araz Əlizadə və 12-lik deyilən həmin blok tərəfindən ortalığa atılmışdı. Və ondan sonra həmin o qüvvələrin Milli Müdafiə Şurasından söhbət gedildi ki, buradan söhbət getmir, Milli Müdafiə Şurası biri var 90-cı ildə yaranan Milli Müdafiə Şurası. Biri var 90-cı ildən sonra Ayaz Mütəllibovun rəhbərliyi altında Milli Müdafiə Şurasının yaradılması və heç bir hərbi təcrübəsi olmayan, hərbi səriştəsi olmayan Ələkrəm Hümbətov kimilərinin, Araz Əlizadələrin əli ilə silahlandırılması və Azərbaycanda nəinki Sosial Demokrat Partiyasının 5% nüfuzu olmayan bir partiyanın üzvünün
Ələkrəm Hümbətovun Rusiya Sosial Demokrat Partiyasının üzvü seçilməsi və sədr müavini seçilməsi və bunların heç biri təsadüfi deyildi. Və bunların hamısı tarixi fakt idi. Azərbaycan Ermənistana qarşı silahlı mübarizəyə başlayan bir müddətdə keçmiş rəhbərlər, yəni rəhbərlik deyəndə son dövrdə azadlıq sözü az qalır ikrah hissi ilə burada xatırlanılır. Müstəqillik sözü lağa qoyulur və son dövrdə Azərbaycanın başına gətirilən bütün fəlakətlər ancaq və ancaq Əbülfəz Əliyev dövrünün hakimiyyəti ilə eyniləşdirilir. Bu ən azı tarixi saxtalaşdırmaq, ən azı cinayətlərdən yan keçmək, ən azı Azərbaycanda o edilən cinayətlərin, böyük mənada cinayətlərin izini itirməkdir. Və həmin müddət ki, Azərbaycanda erməni daşnaqlarına qarşı, erməni milliyyətçilərinə qarşı ümumi xalq mübarizəsi başlayanda Azərbaycan hökumətinin əli ilə mən təpələrlə müsahibələrimdə qeyd eləmişəm ki, Ermənistanın Dağlıq Qarabağda qələbəsinin 99% Azərbaycan hökumətinə, Azərbaycan rəhbərliyinə bağlıdır. Həmin dövrlərdə biz Ermənistandan qovulan qaçqınları aparıb Dağlıq Qarabağda yerləşdirirdik gecə ilə və özü də Ermənistandan gələn qaçqınlardan bir nəfər olsun nə Bakıya, nə Şəkiyə, nə başqa Azərbaycanın başqa bölgələrinə yerləşdirmək fikirləri yox idi. Bunların hamısı tələb edirdi ki, biz Dağlıq Qarabağa gedək və ermənini oradan biz çıxartmalıyıq. Biz bu gecə ilə avtobuslar tuturduq, oğurluq aparırdıq, yerləşdirirdik. Səhər məlum olurdu ki, Azərbaycan rəhbərliyindən Telman Oruzov, Vəzirovun göstərişi ilə o bölgədən çıxarıldı. Ermənilər bizə silah atmağa başlayan müddətdə Azərbaycan xalqının sərhəd bölgələrində ov tüfəngəzləri əlimizdən yığıldı. Və bizi düşmənin qarşısında tam tərsi silah diz çökürdülmüş biz vəziyyətə gətirildik salında. Konkret mən tələblərlə çıxış eləyəcəm, konkret mən bu bölgələrdə olan birbaşa iştirak eləmişəm, Ələkrəm Hümbətovla da şəxsən tanışam və Ələkrəm Qaziyevin oraya etdiyi səfərlərdən də xəbərim var. Mən dəfələrlə Lənkəran, Astara bölgəsində olmuşam, Talış bölgəsində olmuşam. İnanın, yerli əhalidə bir dənə olsun belə bir fikir yoxdur. Və burada da bu dəfələrlə işlədilir ki, gah Talış Türk qarşı durması, gah Gəncə Bakı qarşı durması, gah Naxçıvan Bakı qarşı durması, gah gəlmə yerli qarşı durması. Bunlar hamısı sürüyü şəkildə şişirdilir və ən əsas məqsəd də Heydər bəy bu günləri artıq sizin gəlib Azərbaycan hakimiyyətinə və hakimiyyət başında oturduğunuzdan sonra Azərbaycana qarşı edilən xainlərin kürkünə birə düşüb. Burada bir fakt çox gözəl dedilər ki, indiyə qədər burada bu qədər cinayətlər olub, o ona deyir ki, deyəcəm, bu buna deyir, deyəcəm, o ona deyir ki, komisiya açılacaq, komisiya açılır. Niyə? Çünki 88-ci ildən bu günə qədər bu xalqın başına bu bəlaları bızal gətirib. Birinin cinayəti, siz onun üçün Heydər bəy bu günləri cəsarətlə kişi kimi bunların üzünə baxa bilirsiniz ki, mən öz önündə oturub təhlil edirəm. Sizin bu cinayətlərdə əliniz yoxdur. Bu bir cinayətini deyəndə, o bir qalxır deyir ki, sənin də məsələ mən atacaq. Bu əsas məsələ, son Ələkrəm məsələsi Azərbaycan xalqına qarşı zərbədir və sizin hakimiyyətdən sadəcə olaraq Gəncə hadisələri və Gəncə hadisələrdən əvvəl Azərbaycanda cəryan edən proseslər həqiqətən də hakimiyyət dəyişilməyinə xidmət edirdi. Ayaz Mütəllibovun yenidən hakimiyyətə qaytarılmasına xidmət eləyən oyunlar var idi və həmin senarinin pozulmasında bircə dənə səbəb oldu ki, Heydər Əliyev, o senari pozuldu, Heydər Əliyev Azərbaycan hakimiyyətinin başına gəldi. Və Heydər Əliyev Azərbaycan hakimiyyət başına gəldikdən sonra 88-ci ildən indiyə qədər xalqın qanı üzərində qanı ilə oynayan, bir tərəfdən millət uğrunda, vətən uğrunda, namus uğrunda qan töküldüyü müddətdə bir tərəfdə var dövlət, şan şöhrət, vəzifə hərisliyi eləyənlər, həmin qanların hesabına var dövlət, şan şöhrət sahibi olmaq istəyənlər artıq bu günləri başa düşürlər ki, haqq divanı çəkilir.
İndi dövlət səviyyəsində Ələkrəm Hümbətovun və onunla əlaqəli olan bütün şəxslər xain kimi elan edilməlidir. Müharibə dövrünün ən ağır şərtləri ilə cəzalandırılmalıdır. 20 yanvar, Xocalı, Şuşa, Laçın cinayətləri tədil şəkildə açılmalıdır. Bir bölüyüzdə oturub bir cinayətkar, bir bölüyüzdə oturub bir bölüyüzdə qabaqda o cinayətkarlar imkan verməyəcəklər ki, siz Azərbaycana rəhbərlik eləyəsiniz. Necə ki, onların cinayətkar maskası açılıb, hamının qarşısında elan edilməyənə qədər. Hüseyin Ağaqayniyev. Hörmətli məclis üzvləri, Bağışlayın Hüseyin Ağaməl, sizdən bir balaca sizi dayandırım. Telefonla belə bir məlumat gəlibdir. Zaur Zayev generaldır, talışdır. İndi bizim cəbhədə biz onu demək cəbhəyə baş komandan qoymuşuq. Bütün cəbhədə o vuruşlara rəhbərlik eləyir. Mən bu yaxınlarda Gəncədə olanda bu generalın tanış olmuşam. Çox belə görkəmli bir adamdır, yaxşı hərbiçidir. Çox. Telefonla, bəli, telefonla məlumat verir. Zaur Zayev general Talış. Azərbaycan böyükdür və bütövdür. Biz Azərbaycanın bütövlüyü uğrunda lazım gəlsə canımızdan da keçməyə hazırıq. Mən Arif Rəhimzadənin təklifinə tərəfdaram. Sizə elan edirəm. Cəbhədən gələn təklif. Buyurun Hüseyin Ahmet. Çox sağ olsun Zaur Zayev. Biz də onun sözlərinə qoşuluruq. Heydər Əliyev, bu məsələ ilə əlaqədar biz sizinlə də çox görüşmüşük. Bu yaxınlarda da müşavirə oldu. Və bugün də siz çox ətraflı, çox dərin, çox əhatəli məlumat verdiniz. Sözün düzü, belə geniş məlumatdan sonra danışmaq çətindir. Çünki hər tərəfli izahat verdiniz və bütün suallara elə özünüz də cavab verdiniz. Ümumi nəticə aydındır ki, Talış Muğan Respublikası yaratmaq hakimiyyət uğrunda mübarizədir və bu mübarizədə Azərbaycanın parçalanmaq təhlükəsidir. Heydər Əliyev, mən ümumiyyətlə bu Muğan Respublikaları haqqında qısa sizə tarixi bir arayış vermək istəyirəm. 20-ci əsrdə 3 Muğan Respublikası yaranıb. 18-ci ildə Bakı Kommunası süqutundan sonra Rus Milli Komitəsi orada Muğan hökuməti yaradıb, həmin ərazidə. Ondan sonra bir qədər keçib... Onu da sizə əlavə edeyim, bu tarixi mən də biləm. Onu da yaradan Ruslardır və onun rəhbərləri də Ruslardır, onu da bilin. İkincisi... Kaspidən gəlib orada onu yaratmışdır, Ruslar. Sonra tarixi mən yaxşı bilirəm. İkinci yenə də yaranıb 19-cu ildə və onu yaradanların tərkibində çox maraqlıdır ki, 1000 nəfər o qurultayda iştirak edib. Bunun 600'ü Azərbaycanlı olub, 300'ü Rus olub, 100 nəfəri erməni olub. Bütün o ərazini axtararsan bir dənə erməni yoxdur, amma o qurultayda 100 erməni olub. Demək, nəsə bu elə bir ki, tarixi bir ənənə şəklini alıb, o yerdən, o torpaqdan bu məqsədlər üçün istifadə eləməyə və məsələ burasındadır ki, bu respublikaların heç birinin də ömrü 3 aydan artıq olmayıb. 3 aydan sonra bunlar deyib, tarix onların haqqında öz sözünü deyib və məsələ burasındadır ki, bu respublikaların yaranmasının heç birinin etnik əsası olmayıb. Nəysə bu etnik əsası kənardan gətirib zorla o torpağa bağlamaq istəyiblər. Həqiqətən burada siz də qeyd elədiniz, başqa çıxış eləyənlər də dedilər. Ümumiyyətlə bu etnik xarakter daşımır. Bunun Talışla heç bir əlaqəsi yoxdur. Bu ümumiyyətlə sizin dediyinizdən mən tərəfdaram ki, müxtəlif kanallardan və çoxlarının adlarını siz qeyd elədiniz, bəlkə də çoxlarını bizim bilmədiklərimizi siz qeyd eləmədiniz, başqaları da var. Bunlar bu formada demək ayrı-ayrı adamların arzularının həyata keçirilib. Və ən xarakterik cəhət budur ki,
yenə də mən bu üç respublikaya qayıdıram. Bunların üçü də onda yaranıb ki, Azərbaycanın dövlətçiliyi bir qədər zəifləyib. Siz çox haqlı dediniz, Azərbaycanda dövlətçilik zəifləyib. Və bu dövlətçiliyi biz qaldırmalıyıq. Azərbaycan dövlətçiliyi qaldırmaq üçün birinci növbədə Azərbaycan konstitusiyasını qaldırmaq lazımdır. Bütün məsələlərə Azərbaycan konstitusiyasının bütün gücünü tətbiq eləmək lazımdır. Azərbaycan vahid, suveren, bölünməz bir respublikadır. Onun vahid konstitusiyası var və o konstitusiya Azərbaycan vətəndaşlarının hamısı üçün müqəddəsdir. Və hamının borcudur ki, o konstitusiyanı qorusun. Və bu Muğan Talış Respublikası Azərbaycan konstitusiyasına ziddir, antikonstitusiyonludur. Ona görə də mən hesab edirəm ki, bu məsələ Azərbaycan konstitusiyasının çərçivəsində, daxilində həll olunmalıdır. Əlbəttə, təklif vermək burada çox çətindir. Çoxlu təkliflər verildi, siyasi qiymət verilməlidir. Amma yenə mənə elə gəlir ki, bu məsələnin konkret həlli, indi bəlkə də səhv edirəm, amma bu mənim fikrimdir. Yaxşı olar ki, Milli Məclisin qərarı ilə Nazirlər Kabinetinə tapşırılsın və müəyyən müddət ərzində bunun həlli Nazirlər Kabinetindən tələb olunsun. Əgər bu mümkünsə, bu mənim fikrimdir. Heydər Əliş, mən bir-iki başqa məsələ haqqında danışmaq istəyirəm. Demək, bu region nümayəndələri ilə görüş zamanı orada natiqlərdən biri çıxış elədi. O, Lənkəranda olan toplantıdan danışdı. Da mən onun adını çəkmək istəmirəm. Və mənə müraciətən dedi ki, orada çıxış edən deputatlarının hamısı deyib ki, respublika yox, muxtar respublika. Mən orada cavab vermədim, hesab elədim ki, bu televiziyaya getməyəcək. Televiziyaya gedəndən sonra mən çoxlu suallara cavab verməli oldum. Ona görə mən o məsələyə cavab verirəm ki, bu mənə və deputatlara qarşı qərəzlidir və mən xahiş edirəm ki, şəxsən mənim orada çıxışımı Azərbaycan televiziyasından versinlər. Və orada Sultan Məmmədov da iştirak edib, orada Cavanşir müəllim də iştirak edib, orada Əbülfəz professor var, əyləşib. Hamı görüb ki, burada vəziyyət nətər olub. İndi elə adamlar var ki, belə proseslərdən müəyyən karyera üçün, müəyyən məqsədlər üçün və yaxud qulağına bir söz gəlir, bundan istifadə edirlər. Ona görə mən sizin münasibətlərinizə ümumiyyətlə fikir verirəm və görürəm ki, siz əsla belə hallara uymursunuz, siz qlobal böyük məsələlərlə çox düzgün gedirsiniz. Və ikinci bir yenə də fikrim var ki, siz qeyd elədiniz ki, bizim sizə gətirdiyimiz təkliflərin bir maddəsində yazılmışdı ki, demək, Muğan Talış Respublikası. Ola bilsin, o vaxtda söhbət gedib, mən çox üzr istəyirəm. Orada biz elə punktu sizə gətirib vermədik. Düzdür, onlar yazmışdılar, Muğan Talış Respublikasının problemləri. Hətta biz onun adını da pozduq və onun özünə də dedik ki, Əl-Əkrəmə də dedik ki, biz bu adına təkliflər təqdim edə bilmərik. Biz orada yazdıq Cənub regionunun təklifləri və içəridə də ümumiyyətlə o məsələ haqqında heç bir təklif yox idi. Çünki biz özümüz də onu başa salırdıq ki, bu təklif deyir, bu ümumiyyətlə mümkün olmayan məsələdir və bu haqda heç düşünmək də lazımdır. Bunu təklif kimi də vermək olmaz. Bizim məqsədimiz Azərbaycanı qorumaqdır. Biz hamımız Azərbaycanlıyıq və biz Azərbaycançılıq ideyasını Azərbaycanda nətər deyərlər, sözün əsl mənasında bərqərar eləməliyik. Hər bir Azərbaycanlı vətəndaşı milliyyətindən asılı olmayaraq, indi bu millət məsələsi də son zaman çox geniş yayılıb, özünü Azərbaycanlı hesab eləməlidir, Azərbaycan konstitusiyasına hörmət eləməlidir və Azərbaycanın bütövlüyü, suverenliyi uğrunda mübarizə aparmalıdır. Çünki bu bütövlük, suverenlik uğrunda çoxlu qanlar gedib, çoxlu Azərbaycanlılar, Azərbaycan vətəndaşları həlak olub. Mənim fikrim bu qədər. Hüseyin Ağa müəllim, siz çox dəyərli sözlər dediniz və bunların hamısına şəxsən mən inanıram və əminəm ki, siz bu dediyiniz sözlərə əməl edəcəksiniz. Ancaq bir şey təəccüblüdür. Mən bunu hörmətli Şeyxülislamla danışanda telefondan dedim. Sizə də deyirəm. Bax, Lənkəranın sizin kimi belə çox ağıllı bir nümayəndəsi Milli Məclisin üzvüdür. Azərbaycan Respublikasının dini demək xadimi, bütün din başçısı Allah şükür Paşazadə Lənkərandandır, özdə Talış dində hər kökünə baxsaq. Və mən yadınızdadır, bir dəfə sizlə söhbət eləyəndə də dedim ki, vaxtı ilə Allah şükür Paşazadəni Azərbaycan dindarları özünə Şeyx İslam seçəndə heç fikirləşmirdilər ki, bu Talışdır, Azərbaycanlıdır. O vaxt elə mən də
dindar olmasaydım mən də ona səs vermişdim. Ancaq mən də heç fərq qoymurdum. Ancaq mən necə olub bunlar qalxıb? Bu birinci. İkinci də mən hörmətli şeyxə də dedim, sizə dedim. Axı Ələkirəm sizin dırnağınızın tozu da ola bilməz. Sizin kimi adamların Lənkəranda və bütün o rayonlarda nüfuzu Ələkirəm kimi adamın nüfuzundan 100 qat artıq. Belə olan surətdə və nətər olar sizin kimi adamların gözün qabağında belə bir şey peyda olubdur. Belə bir hadisə mövcud olubdur. Hətta bu adam bütün bu rayonu yox, bütün 7 rayonu yesir eləyibdir, bağışlayın bu sözə görə. Əzir, boğur insanları. Və siz də gedirsiniz, gəlirsiniz. Salam, əleyke salam, filan beşməkə. Başa düşürsünüz mü? Bu sizin nüfuzdan salır. Mən bunu Şeyxülislam'a da dedim. Sizə də deyirəm. Və sizin kimi o bölgədən olan adamlara da deyirəm. Axı insan gərək öz insan şəxsiyyətini də həmişə lazımi səviyyədə tutsun. Sizin kimi adamlar getirmiş o Lənkəran, necə o torpaq, o bölgən, o region torpağı necə o cürə cinayətkarları dözür? Və bu xalq necə buna dözür? İndi hamı deyir burada ki, indiyə qədər biz bilmirdik Azərbaycanın rəhbərliyin sözün və Heydər Əliyevin sözünü. Məgər bundan ötürün Heydər Əliyevin sözü lazımdır. Bundan ötürün devlətin sözü lazımdır. Və siz gözünüz görmür ki, burada cinayətdir. Və bilmirsiniz ki, bu xalqı uçuruma aparır, xalqı bədbaxt eləyir. Mən bu sözləri tək sizə yox və bütün bax bu bölgədən olan ağsaqqal adamlara, hörmətli adamlara, ziyalı adamlara, o xalqın qabaqçıl adamlarına, o bütün o bölgənin, o rayonların qabaqçıl adamlarına fərqi yoxdur, Azərbaycanlıdır, Türkdür, Talışdır, fərqi yoxdur. Hamıya bu sözləri mən deyirəm və müraciət edirəm. Və xahiş edirəm buna cavab verməyin. Mən sadəcə bunu belə ürəyimdə ağrıyan sözlər kimi deyirəm. Və güman edirəm ki, bu sözləri siz bir səmimi sözlər kimi qəbul edəcəksiniz. Mən bu sözləri sizə və sizin kimi şəxslərə böyük hörmət hissi ilə deyirəm. Amma deyirəm ki, qalxın, oyanın, mübariz olun, qoymayın bizim bu xalqımız parçalansın, qoymayın bizim bu torpağımız parçalansın. Və Ələkirəm kimi adamlara, Rəhim Qaziyev kimi adamlara yer olmamalıdır bizim içərimizdə. Firdun Cəlilov. Hörmətli sədr, hörmətli millət vəkilləri, burada danışılan sözlər artıq bir-birini təkrar eləməyə başlayır. Ona görə mən xahiş edirəm, gəlin təkliflərimizi verək. Əgər əks fikirdə olan varsa, buyursun fikrini desin. Hamı eyni fikirdədir, ona görə konkret təklifləri versək, mən elə gəlir ki, bir ümumi fikrə gələ bilərik. Əvvəla, burada səsləndi ki, bu Lənkəran hadisələrinə siyasi, hüquqi qiymət verilməlidir, təbii. Mən də onun tərəfləriyəm ki, bunun qiymətini verək və mən öz tərəfimdən bunu belə qiymətləndirirəm ki, bu Azərbaycan dövlətçiliyin əleyhinə olan bir hərəkatdır, konstitusiya burada pozulubdur və bu hərəkatı törədənlər istəyir birbaşa və yaxud dolayısı iştirakçılar olsun, bunlar ən ciddi cəzaya layiqdırlar. Bu, bunun siyasi hüququ qiyməti. Amma gəlin bir real vəziyyət də nəzərə alaq və mən elə gəlir ki, bugün biz burada bir dövlət komissiyası yaratmalıyıq. Bu dövlət komissiyasına vaxt verilməlidir, qısa müddətdə həmin hadisələri törədənlərlə görüşüb danışıqlar aparılmalıdır və dövlət komissiyası qarant olmalıdır ki, onlar o silahları təhvil verəndən sonra onların bağışlanma məsələsidir, yəni onlara toxunulmayacaq. Bir də bu danışıqlardan qorxmaq lazım deyil. Əgər orada tələblər varsa, bu tələbləri lap xırdalamaq da olar. Deyək ki, sosial tələblərdir, milli məsələdir və sosial tələblərin içində deyək ki, mən təhsillə bağlı adamam. Mən 100% əlimi ürəyim üstünə qoyub deyə bilərəm ki, düzdür, burada bəzi millət vəkilləri son bir ildə olan iqtidarı çox söyür. Amma mən 100% millət vəkillərini əmin edirəm ki, mən təhsil naziri kimi bu bir ildə Cənub bölgəsinə ən çox qayğı göstərdiyim bölgə olubdur. Və Respublikada əgər bir təzə institut açılıbsa, o Lənkəranda açılıbdır. Lap bu yaxınlarda Astarada pedaqoji texnikum açmışıq.
əlavə tələb varsa, ehtiyac varsa, təbii bunlar bir-bir ortalığa qoyub xırdalanmalıdır. Yəni demək istəyirəm ki, bu tələblərin əksəriyyəti bəhanədir. Yəni oturub bunları bir-bir bənd-bənd dinləyib müzakirə etmək olar. Ona görə mənim təklifim odur ki, Heydər bəy, biz bu dövlət komissiyası yaradaq və bu ilə də bu məsələni yekunlaşdırıb bəlkə o birisi məsələlərə keçək. İbrahimov. Dağlıq Qarabağ ermənilərinin başladığı millətçi separat hərəkat Rus erməni qüvvələri tərəfindən dəstəklənən ehtiyat variant kimi Sadval hərəkatı və bugün Talış Muğan Respublikası öz ideya mənbəyini hardan götürməsindən asılı olmayaraq birbaşa bu Azərbaycan dövlətçiliyinə qəsdi, Azərbaycan dövlətçiliyinə qarşı böyük bir xəyanətdir. İdeya, forma və məzmun etibarilə yeni deyil. Yəni 1918-ci ildə Rus bolşevikləri tərəfindən Azərbaycan Demokratik Cümhuriyyətinə qarşı edilən bir cəhdidir. İlk cəhd Şamiyan tərəfindən Bakıda edildi. Milli ordumuz o qüvvələri darmadağın elədilər və belə olan tərzdə Talış Muğan Respublikası adı altında Talış Muğanda Rus bolşevik bayrağı qaldırıldı və o zaman Talış qardaşları ilə, yəni Talışların çox böyük köməyi ilə, milli ordunun gücü ilə Talış Muğan Respublikası darmadağın olundu. Yəni, o qüvvələr həmin bölgədən çıxarıldı. İndi bu Talış Muğan Respublikası ideyası ətrafında çox böyük siyasi oyunların getdiyinin artıq biz şahidi oluruq. Bu, Gəncə hadisələrinin məntiqi davamıdır. Bu hadisələrin arxasında Rusiyanın revanş götürən hərbi sanayi kompleksi, imperiya-pərəst qüvvələri dayanır. Əgər xatirizdədirsə, 3-4 ay bundan əvvəl burada, Milli Məclisdə, qapalı iclasın yığıncağında, hərbi rəhbərliklə siyasi rəhbərlik arasında yaranmış ziddiyyət bütöv açıqlığı ilə ortalığa çıxdı. Və o zaman hərbi rəhbərlik, yəni Rəhim Qaziyev və onun tərəfdarları, Müdafiə Nazirliyi məsələni tam kəskin şəkildə qoymuşdu ki, biz Qarabağ problemini, müharibə problemini yalnız Rusların vasitəsilə həll edə bilərik. Mən Rusları deyəndə Ruslara qarşı mənim münasibətim pis deyil. Yəni Rusların demokratik qüvvələri ilə biz işləyirik, fəaliyyət göstəririk. Yalnız Rusiyada fəaliyyət göstərən hərbi sənaye kompleksi vasitəsilə məhz bu məsələləri həll etməyə cəhd göstərilirdi. Və heç təsadüfi deyil ki, həmin ərəfədə yaranmış o ziddiyyət genişlənməyə başladı. Və Rusiyanın bu cür qüvvələri bundan çox böyük məharətlə istifadə eləməyə başladılar. Burada belə bir sual qoyuldu ki, bu silahlar hardan alınır və hardan verilir? Mən istəyirəm suala cavab verəm. Beynəlxalq müqavilə uzun müddətdən bəri SSR ilə Amerika arasında və Avropa dövlətləri arasında orta növlü silahların ləğv edilməsi haqqında beynəlxalq müqavilə bağlanıbdır. Və bu müqavilənin şərtlərinə görə həmin orta növlü silahlar artıq deməli, hərbi ekspertlərin iştirakı ilə ləğv olunmalıdır. Və sonra doğrudan belə bir sual meydana çıxır. Yəni, doğrudan mı Rusiyada hərbi sənaye kompleksi bu cür silahları ixtisar eləyir? Xeyr, bu silahlar ixtisar olunmur. Məhz bu silahlar yalnız bu cür regionlarda ziddiyyətlər yaradılır və o silahlar milyardlar qiymətinə satılır. Bugün də deməli, həmin silahlar Azərbaycanda da, Moldaviyada da, Tacikistanda da və digər yerlərdə də məhz bu cür hadisələrin baş verməsinə gətirib çıxarır. Mən bir məsələni sizin diqqətinizə çatdırmaq istəyirəm ki, Azərbaycanı çox böyük bir faciə gözləyir. Yəni, Azərbaycanı Tacikistan faciəsi gözləyir. Və mənə belə gəlir ki, həmin fəaliyyət göstərən qüvvələr çox güman ki, Füzulində verəcəklər. Ermənilərin lap Kürün sahilinə qədər gəlməsinə şərait yaradacaqlar. Azərbaycan xalqını yenidən şok vəziyyətinə salacaqlar və məsələni bu şəkildə qoyacaqlar ki, Azərbaycanın ordusu yoxdur, ermənilərin qarşısında dayana bilmirlər. Ona görə də Rus qoşunlarını bura dəvət eləmək lazımdır. Və vaxtilə Şerbak tərəfindən təklif olunmuşdu ki, Azərbaycan prezidentinə, dövlət katibinə ki, burada 104-cü diviziya status verilsin, sülh məramlı status verilsin. İndi həmin məsələlər artıq öz əksini tapmağa başlayır və bu qorxu, bu təhlükə reallaşır.
Rus qoşunlarının bizim cənub sərhədlərində yerləşməsi, o cümlədən məhz işğal olunmuş torpaqların, yəni Azərbaycanla Ermənistan sərhədləri arasında yox, işğal olunmuş torpaqlar arasında yerləşməyinə gətirib çıxara biləcəkdir. Mən həmin qüvvələri indi hakimiyyətdə görürəm. Əlikiramın arxasında hakimiyyətdə olan lap məsul adamlardan dayanıbdır. Açıq şəkildə bunu demək lazımdır. Gəncə hadisələrin mahiyyəti məhz bugün açılır. Talış Muğan Respublikası o hadisələrin tam şəkildə mahiyyətinin açılmasına kömək eləyir. Burada Heydər bəy, siz keçmiş iqtidar kimi problem qarşısında qalmışsınız. Keçmiş iqtidar da Gəncə problemi qarşısında qalmışdı. Siz də qalmışsınız indi Talış Muğan Respublikası problemi qarşısında. Sadəcə fərq nədir? Forma məzmun eynidir. Fərq ondadır ki, keçmiş iqtidar cəsarətsizlik elədi. Məqamında, vaxtında məsələni cəsarətlə qoya bilmədi. Siz bugün məsələni cəsarətlə qoyub həll edirsiniz. Bax, fərq bundadır. Bu da onunla bağlıdır ki, keçmiş iqtidarın görünür bu sahələrdə təcrübəsi olmadığına görə, sizin bu sahədə təcrübəniz olduğuna görə bəs məsələləri vaxtında qoyub, vaxtında həll eləməyə cəhd göstərirsiniz. Mənə belə gəlir ki, Talış Muğan Respublikası ideyası Talışların arzu və istəklərindən, onların müstəqillik etirazından doğan ideya deyil. Bu ideyanın arxasında çox böyük siyasi qüvvələr dayanır. Mən bəzi nazirlər kimi nə özümdən qorxuram, nə ailəmdən qorxuram, nə uşağımdan qorxuram. Həmişə sözümü demişəm, bir sifətim olub, indi də deyirəm. Bəli, Gəncə hadisələrin mahiyyəti açılır. Nə qədər ki, Gəncə hadisələrin mahiyyəti tam açılmayıb, nə qədər ki, baş nazir dayanır, yəni Surət Hüseynov dayanırsa, heç təsadüfi deyil ki, məhz Surət Hüseynov Rusiyanın adamıdır deməsi təsadüfi deyil. Heç təsadüfi deyil ki, Əlikiramın o cür deməsi. Bəli, Surət Hüseynov cənub bölgələrinə gedəndən sonra, Rəhim Qaziyev gedəndən sonra, onların arxasına dayanan qüvvələr gedəndən sonra bu məsələlər qızışıbdır. Və nə qədər ki, hakimiyyətdə bu cür qüvvələr var, Azərbaycan bundan xilas ola bilməyəcək. Sabah Əlikiram məsələsini həll eləyəndən sonra sabah başqa bir Əlikiram yaradılacaqdır. Çox sağ olun, təşəkkür edirəm. Bilirsiniz, İbrahim bəy, mən bir-iki kəlmə deməyə məcburam. Birinci, çıxışımda qeyd etdiyim bir də qeyd edirəm. Siz gəlin, mən hamıya müraciət edirəm. Rusiyanı, böyük bir devləti, ayrı-ayrı adamların, buna Rusça spekulyantlar deyirlər. Azərbaycanca mən buna tərcümə tapa bilmirəm. Möhtəkirlərin, Rəhim Qaziyev kimi möhtəkirlərin fəaliyyəti ilə bağlamayın. Rusiya böyük devlətdir. Onun çox böyük siyasəti var. Və mən bu məsələləri açdım ki, hamı bilsin ki, nə Rəhim Qaziyev Rusiyadır, nə Mütəllibov Ayaz Rusiyadır. Və bunlar sadəcə olaraq möhtəkirlik eləyirlər, Rusiyanın adından istifadə edirlər. Mən Rusiyanın rəhbər dairələri ilə həmən o siz dediyiniz demokratik dairələri ilə əlaqədar olaraq bunu deyirəm. Ona görə də bu şeyləri Rusiyanın üstünə yıxmaq lazım deyil. Bunlar özləri, öz şəxsi məqsədlərinə nail olmaq üçün özlərinin güya Rusiya ilə bağlı olmağını dedilər. Mən təsadüfi deyildi, bu günləri nə cürə acı da olsun, kimin üçün də acı olur olsun, mən istəməzdim məsələ Ayaz Mütəllibovun adını çəkim burada və onun haqqında danışım. İstəməzdim. Amma məcburam. Məcburam ona görə ki, Rəhim Qaziyev kimi adamlar möhtəkirlik eləyirlər. Güya Rusiya bura Mütəllibovu gətirmək istəyir və bəzi adamlar da hesab edirlər ki, Rəhim Qaziyev olmasa Azərbaycanın Rusiya ilə münasibəti olmayacaq. Tamamilə yalandır. Ona görə də Rusiyanın bir devlət kimi, Rusiyanın böyük bir ölkə kimi bu işlərə mən hesab edirəm qatmaq lazım deyil. Ayrı-ayrı qüvvələr var, onlar möhtəkirlik eləyirlər, cürbəcür alver eləyirlər, cürbəcür maxinasiyalarla məşğul olurlar. Bu maxinasiyalarda Rəhim Qaziyev də var, bu maxinasiyada onun ətrafında Odan Avdal da var, bu maxinasiyalarda Ayaz Mütəllibov da var, onun adamları da var. Və onlar sadəcə olaraq bütün bu cəmaatı alladıb istifadə eləmək istəyirlər. Bu birinci. İkinci, mən bunu da deməyə məcburam. Azərbaycanın konstitusiyası qəbul olunanda 1978-ci ildə bu konstitusiyanın layihəsi ümumi xalq müzakirəsinə verildi. Ümumi xalq müzakirəsindən sonra Azərbaycanın parlamenti, o vaxtki parlamenti, siz ona nə cürə baxırsınız, baxın, Azərbaycanın devlət dilini qəbul edib Azərbaycan dili. Bu referendumdan sonra, ümumi xalq müzakirəsindən sonra qəbul olundu.
Eğer bunu değişmek lazımsa, böyle bir zaruriyet lazımsa, yine bunu koymak lazımdı halkın müzakeresine. Halk bunu müəyyən eləməliydi. Ama 26 nefer meclis üzvü yok İbrahim Bey. Bəli, İbrahim Bey, bunu halk eləməliydi. Ona göre de Azerbaycan'ın konstitusiyasıyla 78-ci ildə, bəli, o konstitusiyanın müəlliflərindən biri də mənəm. Pisdir, yaxşıdır, mən bunu deməliyəm. Orada halkın müzakeresine verildi ve halk kabul etti. Ve bilməlisiniz ki, o vaxt 15 respublikadan, cəmisi 3 respublikada devlet dili öz millət. Akademik Cazadə onu belə demirdi. O doğrudan onu tanıyabilir, mən də tanıyım. Mənim qızımın yoldaşıdır oxuyubiniz. Daha əvvəldən ara qədər bir yataqxana var. Onda dəllik var. İndi o dəllik nə ilə söhbət eləyirəm? Köroğlu dünyaya gələndə o biri Əl-Kiram kimilərdə dedi, mən də Köroğlu olacağım. Herkes getdi dədəsinin gözünü çarptı. Dedi ki, qoyma Köroğlu desinlər. Amma onlara kör kişinin oğlu dedilər. Buradan maraqlı məsələ nədir? Əlbəttə, nağıl kəsən adamlarının, akademiklərinin, alimlərinin, doğrudan asaqqallarının, abisənlərinin o deyil ki, günah olmamış olar. Onların günahı var. Bəziləri indi yumuşaqlıq ediblər, bəziləri utancaqlıq ediblər, bəziləri onun dəlliyini bilirlər ki, bu adama ağlı söz batmır. Günü bu da var, ona görə qarışmırlar. Amma bir respublikada o məsələni yaratmaq xalqımızın hansını xeyrinədir? Və General Rzayev, Zavi Rzayev tanıyır onu. Mən onu Azərbaycanın ən namusu oğlu kimi, ən qeyrətli oğlu kimi, ən yaxşı hərbçisi kimi tanıyıram. Çünki o müharibəni biz daim bir yerdə olmuşuq. O müharibə dövründə o ermənilərin, o Həsənizdə 11 orta məktəb var Haterdə. O kəndləri hamısını alıb Marzakitə gələn Rzayevin dəstəsi olub, o eləyibdi. Görürsünüz, burada da gənə öz teleqraması ilə öz kişiliyini, öz namusluluğunu gənə o adam sot eləyir. Burada bax şeylər meydana çıxır. Amma mən gəncə müşavir olub, yoldaşlar bilir, mən onun Rəhimi də anlamaq istəmirəm. Amma orada Rəhimi də anlamışam. Rəhimə dedim ki, Rəhim, bax Şuşanı alanda sən dedin ki, Şuşaya mənim meydimin üstündən keçərlər. Ermənilər keçdi, amma sən dirisən. Laçını alanda dedin ki, təpəmə bir gülə vuracaq. Laçını da aldılar, sən heç bir şey eləmədin. Rəhimə mən dedim ki, sən bu yerin suyun içməyə, bu havanı udmağa, sənin bu cəmaatın qeydinə qalmağa haqqın yoxdur. Çünki birinci elə o ordunu, o yerləri verə-verə Erməniyə gələn sən olursan. Sabir Rüstamxanlı buradadır, oturubdu burada. 3 gün bundan qabaq mən ondan görüşdüm Sabirdən. Sabirə dedim ki, Sabir, bu nə haldır? Dedi ki, mən gedirəm o 3-4 rayona getmək istəyirəm. Görüm o cəmaatı belə pis vəziyyətləri görüm nə edirəm. Dedim, axı nədir o, niyə pis vəziyyətlədir? Dedi, bunlar qoymur da, bunlar edir. Dedim, kimləri deyirsən məsələ? Əvvəlki bunun sözündən çıxırdı ki, istəyirdi ki, də Əliyev qoymur. Sonra sözündən qayıtdı ki, surət qoymur da, surət qoymur. Dedim ki, Sabir, mənim bir sualıma cavab verir. İndiki o daxili iş, qulaq as orada, özdə ağlını başqa adamlara vermə, qulaq as. Yadına gəlir ki, Mustafayev getdi sənə Gəncəni yoxlayıb qaydanda Siftədə bu tribunadan elədiyin çıxışı 2 saatdan sonra dəyişdin ayrı format dedim. Mənim sözümə düzəliş eləmə, yeki adamsan. Mənə deyir ki, deyirəm ki, bəs yaxşı, sən mənim bir sualıma cavab ver. Deyir, nədir? Deyirəm, orada Daxil İşlər Naziri qoyublar, o Talış Muğar Respublikasında. Onu tanımırsak, o kimdir? Mənə deyir, mənim qardaşımdır da o. Dedim ki, bəs qardaşım sənin sözünə baxmır. Onda surətin sözünə baxırsan. Onda sən nəyin qardaşsın? Kimin qardaşsın? Ha canım, ayıbdır belə şey. Hə, bir utanır. Bax, qabaqcan olur o cəbhədə başını vurub yarıb sarıyırsan, onunla çıxırsan televiziyaya. Bunu sən edirsən. Gəncəni yoxlayıb gəlirlər, əvvəl danışırsan ki, günah bu, buradan gedənlərdədir, bunlar eləyib. Aradan 1 saat, 2 saat keçəndən sonra səni biraz imtihana çəkəndə qayıdıb deyirsən, o bizim komissiya deyildi ki, eləydi. Elə şeylər yaraşmaz. Roman yazma olar, əsər yazma olar, amma kişi olmaq çətinməlidir. Kişi olmaq ayrıdır. Belə. İkinci qulaq as. Qulaq as, sən özün deyin, onu qoyublar. Dedin ki, Vaqif, sən mənə deyin ki, Vaqifə nəl eləyirəm, o uşağı oradan alışır ki, mən ondan sonra ondan başlayam. Vaqif araşdıra bilmirsə, Vaqif niyə buradan hazır olur, sənin qardaşın da oradan hazır olur? Araşdırdın da ondan. Deyil, mən onu deyirəm ki, cəmaat sifətinizi bilir və bir də təkrarən bilmək lazımdır.
Bu Zəngilandan bir xəbərlər gəldi ki, orada